Hamınızı kanalda hoş gördüm ve Oman'da Ramazan'dan sonra kanalda videolar İstanbul'da Ramazan'la devam edir. Aslında öz-özünə yaranmış bir səfər oldu. Çünkü aprel ayında bura qrup turu gətirəcəm və detalları işləyib hazırlamaqdan ötürü bir iki günlük səfər ortaya çıxdı. Həyata keçirmək lazım idi. Hökumət qadın yanımdadır. Birlikte gelmişik. Hem onun özünü mətbəxdən biraz ayırmaq lazım idi. Mətbəx onu çox yorur. Və deməli Omanla müqayisə edirəm buranın Ramazanını. Omandan fərqli olaraq burada hər yer açıqdır, kafeler açıqdır. Zaten İstanbul'da kafelerin bağlı qalması bir belə turist axını baxımından çox sərt bir qərar ola bilərdi. Amma ümumilikdə sakitçilikdir. Biz ana ilə 2022-ci ilin aprelində görmüşdük Ramazanı və indi axşam məğrib əzanından sonra həqiqətən də İstanbulda bir bayrama da dönüşür və bu çox bir maraqlı bir görüntü alınır. Yenə həmd olsun Allaha deyirəm, çünki hər ilin Ramazanında Hürkey Şərif Cami açılır. Sabah oradan yolumuzu salacağıq. Bugün biraz gəldiyimiz gündür, yorğunuq. Hələlik biraz belə İstanbulla Türklər demişkən hasret gideriz. Həsrətimizi dəf edirik. Biraz kitablara baxıram. Çünki İstanbula gəlmək kitablarla təchiz olunmaq deməkdir. Xəttə qalın, kanalda qalın. Gözəl görüntülərlə görüşmək ümidi ilə. İstanbul artık iftardan sonra coşurdaşıb. Burada hər yerdə qazonlar üstündə əməli piknik qurublar. Və bayaq da gələndə Sultanəhməd Çambay xəttində də bayağı bir basabas vardı və məhz burada boşaldılar. İnsanlar bu şəkildə iftarlarını çöldə edirlər. Maşallah. Havaları görüyorum, alıyorum. Hayır, izleyicilerim çıktı. Belki davet ederdiler. Ekran bir stəkan çay içerliyorlar. Çok beğeniyorum bularında. Buradan biz geçebilmeyeceğiz. Kaydırıp bu tarafa. Gidelim o kırağdan çıkalım. Peki buradan çıkalım. İstanbul'da çok mənəvi bir yer var və Ramazan ayında İstanbul'a gəlincə bu yeri mütləq görməyə lazımdır. İlk dəfə burayla 3 il əvvəl rastlamışdım. Təsadüfən Bursaya biz gedəndə Bursada bizi bir taksi sürücüsü qarşıladı və çox qısa bir qaydan başına bir söhbətimiz geçdi. İstanbul'da olub olmadığım yerlər haqqında maraqlandım. Mən də biraz cahilliyimə saldım, dedim hər yerdə olmuşam. Onda bir yerin adını soruşdu və olmadığımın fərqindən vardım. Bu da Hürkey Şərif Camisi idi. Bu hikayə haqqında Eşqinizlə kitabında yazmışam daha geniş ətraflı və o Bursadan başlanan bir səfər oldu. Bursadan tam da qayıdan günü İstanbulda sonuncu günümüzdür. Tam da yenə bugünkü kimi hər zaman axırıncı günə bir təsadüf edir. Məncə burada da bir sınaq var ki, görüm gələcək ya gəlməyəcək, vaxta sığdıracaq mı, sığdırmayacaq. O zaman gəlib burayla tanış oldum. Fatih bölgəsində yerləşən bir camidir, məsciddir və yalnız Ramazan günlərində açıq olur. Ona görə də burada hər zaman bu 30 gün ərzində çoxlu insan axını olur. İlk dəfə bu axını burada görmüşdüm. Ondan sonrasında Ümrədə gördüm. Və Hürkey Şərif Camisinin hikayəsində, içində çox gözəl bir ilahi eşq yatır. Böyük bir eşqin təcəssümü yatır və burada Veysel Qaraniyə dayanan bir hekayədir. Peyğəmbər əleyhissalama olan sevgisidir, onun eşqidir. Buna dayanan bir hikayə var ki,
Onun da kökü tam da sonu gəlib məhz İstanbulda dayanır. Sonu çıxır. O hekayəni çoxunuz yəqin ki bilirsiniz. Bilməyənlər üçün də çox qısa bir keçid verim ki, Veysel Qarani Yəməndə yaşayır, Yəmənin bir kəndində yaşayırdı, çobanlıq edirdi və çox xəstə bir anasına qayğısına qalırdı. Lakin hər zaman Peyğəmbər əleyhissalamı görmək eşqi ilə yanı tutuşurdu. Bəzən onun üçün belə haqqında deyirlər ki, Peyğəmbər əleyhissalamın zamanında yaşayıb səhabə olmayan yeganə şəxslərdən biridir. Bir gün anasından icazə alır və Peyğəmbər əleyhissalamı görməkdən ötəri Mədinəyə yollanır. Anası ona icazəsini verir. Lakin deyir ki, mən xəstəyəm və səndən başqa mənə qayğıma qalacaq bir adam yoxdur. Ona görə ləngimədən get gəl, amma ləngimədən də qayıt. Veysel Qarani yola çıxır və Mədinəyə gələndə Peyğəmbər əleyhissalamın evinin qapısını döyəndə qapını Ayşə açır və Peyğəmbər əleyhissalamın evdə olmadığını bildirir və çox məyus şəkildə Veysel Qarani geri Yəmənə qayıdır. Çünki anasına verdiyi bir sözü olur. Peyğəmbər əleyhissalam səfərdən qayıtdıqdan sonra evinin astanasına girəndə nəql olunur ki, buradan Yəmənin cənnətin qoxusu gəlir deyə bir ifadə işlətmişdi və onun vəsiyyəti üzərinə hər zaman qeyd yazırlar ki, Peyğəmbər əleyhissalam Yəmən tərəfə baxan zaman oradan dostumun qoxusu gəlir deyə bir gözəl ifadələr işlətmişdi və ölüm ərəfəsində vəsiyyəti üzərinə öz əbasını Veysel Qaraniyə vəsiyyət etmişdi və ölümündən sonra Həzrət Əleyhissalam həmin əbanı Veysel Qarani Yəmənə gələrək Veysel Qaraniyə təhvil vermişdi. Veysel Qarani ondan sonra Həzrət Əli tərəfində Sıffın döyüşündə də iştirak etmişdi və onun ən yaxın tərəfdaşlarından biri olmuşdu. Ölümündən sonra həmin əbası Veysel Qarani ailəsi tərəfindən çox böyük bir əmanət kimi qorunub saxlanılmış və Osmanlı dönəmində Osmanlı sultanları tərəfindən artıq həmin əmanət Osmanlı hüdudları torpaqları altında olduğundan çox böyük bir şəkildə nəzarət altına alınmışdı. Veysel Qarani sonra olan ailəsinə məhz bu indiki Fatih bölgəsində bu ərazidə bir torpaq verilmiş, ev verilmiş və zaman-zaman insanların həmin ərazi axınına səbəb olmuşdu. Hər kəs Peyğəmbər əleyhissalam abbasını görmək üçün bura tələsərmiş. Ondan sonra artıq digər Osmanlı sultanları tərəfindən burada əvvəlcə balaca türbə, daha sonra böyük bir məscid inşa edilmiş. Ətraf ərazilərdə isə onun soyundan olan insanlara evlər verilmişdi. Bugün indi gələndə üçün 2022-də mən həmin məktəbi görməmişdim. Bugün artıq Xırqəy Şərif okulu da var yanında və burada hər zaman giriş burada pulsuzdur, lakin hər zaman burada böyük bir sıra olur. Əvvəl qadınlar, kişilərin sırası tamam ayrı tərəfdəndir. Amma sürətli buraxırlar. Çox güman ki, indi bugün də daha bir sürətli şəkildə hərəkət edəcək. Məhz 3 il əvvəl bu hissədən, buradan, Bursadan, daha sonra bu camidən başlanan bir yol, sonrasında 2023-cü ildə mən Azərbaycanda Ağdaşa Veysel Qarani Həzrətlərinin son məqam yerinə, son məzarına, son evinə, mənzilinə götürmüşdü ki, bunun da haqqında həm burada YouTube-da vlogumuz da var, həm də ki, Dünya Vətəndən Başlar adlı kitabımda da haqqında bəhs etmişəm. El salla. Görüşürüz. Allah'a emanet olun. Siz de Allah kabul etsin. Amin, Allah kabul etsin. Ama ki...